yanlışdır, səhvdir. Çünki Azərbaycanın növbəti ili üçün nəzərdə tutulan büdcəsi bir tək dövlətimizin deyil, bütün Qafqaz tarixinin indiyə qədər gördüyü, bildiyi və tanıdığı ən böyük büdcədir. Bizim büdcə zəifləməyib, bizim büdcə sadəcə güclüdür. Çünki 20% torpaqlarımız yenidən qurulur. Və yenidən qurularkən sıfırdan qurulmur, mənfidən qurulur. Niyə bütün bunları söyləyirəm, hörmətli Sahibə xanım? Mən istəyirəm ki, hətta düşünürəm ki, bizim hər birimiz bu yanlış siyasətə qarşı, həmin o məkirli qüvvələrin apardığı təbliğata qarşı mübarizənin önündə olaq. Hər birimiz vəhdət olaq. Hökuməti qoruyaq, heç bir konstitusiyon qol fərqinə baxmayaraq, ay bu icradır, bu qanunvericilikdir və s. ilaxır. Hamımız bir yerdə olaq, hansı ehtiyatsız çıxışla düşmən dərmanına su dövməyək və nəhayət iradı da, təklifi də, tənqidi də, hətta ən ağır tənqidi də bu mikrofona gəlib çatana qədər mümkün olan, mövcud olan üsul və vasitələrdən istifadə edib sonra səsləndirək. Və ən sonda mən bir daha həmin destruktiv, məkirli, anti-milli qüvvələrə səslənmək istəyirəm. Azərbaycanın büdcəsi idealdır. Hökumətimiz də bu dövrə qalar olan ən yaxşı hökumətlərdən biridir və kimsə həmin büdcəyə, mükəmməl büdcəyə dil uzadacaqsa və Cənab Prezidentin təyin etdiyi, etimad göstərdiyi nazirləri fərqi yoxdur, sosial, təhsil, mədəniyyət, səhiyyə hədəf alacaqsa qarşılarında ilk olaraq bizi görəcəklər. Diqqətinizə minnətdarım.